Bu ilin ilk 7 ayında ölkəyə ümumilikdə 9 milyard 880,7 milyon dollar dəyərində mal ixal edilib. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bunun 1 milyard 594,2 milyon dollarını yeyinti məhsullar təşkil edib. Ən çox ixal olunan məhsullar arasında miqdar baxımından buğda, dəyər baxımından isə tərəvəz və meyvə üstünlük təşkil edib. Belə ki, bu ilin ilk 7 ayında Azərbaycana 214,6 min ton tərəvəz və meyvə ixal edilib. Bu məhsulların statistik dəyəri 193,7 milyon dollar olub. Nəticədə 1 kiloqram tərəvəz və meyvənin orta gömrük dəyəri təxminən 1,53 manat təşkil edib. Bundan başqa ölkəyə 631,7 min ton buğda gətirilib və buğdanın statistik dəyəri 143,5 milyon dollar olub. Beləliklə 1 kiloqram buğdanın orta gömrük dəyəri 0,39 manat təşkil edib. Eyni zamanda 104,4 min ton bitki və heyvan məşəlli, piy və yağlar ixal olunub. Bu məhsulların statistik dəyəri 167,3 milyon dollar, 1 kiloqramın orta gömrük dəyəri isə 2,73 manat olub. Həmçinin 15,1 ton kərə yağı və süddən hazırlanmış digər yağlar ixal edilib. Bu məhsulların dəyəri 94,6 milyon dollar, 1 kiloqramın orta gömrük dəyəri isə 10,66 manat olub. Ölkəyə 8,1 min ton çay ixal olunub. Çayın statistik dəyəri 48,7 milyon dollar olub. Beləliklə 1 kiloqram çayın orta gömrük dəyəri 10,19 manat təşkil edib. Bundan başqa 28 min ton ət ixalının statistik dəyəri 66,1 milyon dollar olub. Ətin 1 kiloqramının orta gömrük dəyəri 4,1 manat təşkil edib. Eyni zamanda 27,4 min ton düyü ölkəyə 24,1 milyon dollar ixal edilib və 1 kiloqram düyünün orta gömrük dəyəri 1,50 manat olub. 13,2 min ton süd və qaymaq ixalının statistik dəyəri 25,6 milyon dollar təşkil edib. Bu məhsulların 1 kiloqramının orta gömrük dəyəri 3,31 manat olub. Həmçinin Azərbaycana 30,6 min ton qarğıdalı gətirilib. Qarğıdalının statistik dəyəri 14,4 milyon dollar olub. 1 kiloqram qarğıdalının orta gömrük dəyəri isə 0,80 manat təşkil edib.